Məsələ ondadır ki, Siz nə gözləyirsiniz mən altısından? şəxsən danışıqlar uzandı, danışıqlar söhbəti getdikcə bu deməkdir ki, danışıqlar söhbəti çox gedirsə, müharibə qoşunlarının müşahidindən baş verəcək. Niyə görə hesab edirəm? Yazıcılar da Cenevə danışıqları gedirdi. Üstündən 12 saat keçmədi. Danışıqlar gedə-gedə bitib, növbəti hazırlaşırdılar və müharibə başladı. Onu izah elədi də ABŞ deyil, düzgün başa düşməmişik biz İranı. Və indi də hesab edirəm ki, bu qədər qoşun toplayır. 50 minlik qoşun toplayır. Oradan dəniz piyadaları gəlir, hərbi hava qüvvələri gəlir. Bunlar hamısı gəlirsə, bunun mahiyyəti bir hücumdur. Amma bu da vaxt istəyir axı. Sən deyirlər ki, 10 min yeni qoşun gələcək. Bunun üçün zaman lazımdır. Zamanı elə gözləmək olmaz. Həm bir atəşkəs edirsən, həm də onların gəlişini təmin edirsən. Ən optimal variant odur ki, bu vəziyyətdə İran Hörmüz boğazı ilə bağlı müəyyən razılaşmaya gedir və Süveyş kanalı versiyası, necə Süveyşə görə Misir haqqını alır, gəmilər oradan keçir. Və həmin məsələdə də onun bu hüququ tanınır. Yəni İranın bu hüququ tanınır. Süveyş versiyası. Yaman mübahisəni artıq aradan tam qaldırmışdıq, gəlmiş çıxmışdıq. Bu Süveyş kanalına fərqli olaraq bu Hörmüz bu beynəlxalq sulardır. Buradan İranın icazəsi yoxdur. Oradan nəsə vergi alır. Panama kanalıdır. Bəli, onlar daxili sulardır. Suveren dövlətin ərazisindən keçən və ona sağ. Məsələ ondadır ki, mən deyirəm ki, mən axırı kimi qulaq asın. İran istəyir ki, Süveyş versiyası ona münasibətdə tətbiq edilsin. Bəli. Mən bunu deyirəm, axırı kimi qulaq asın. Məncə İran istəmir. İstəsə Amerika Birləşmiş Ştatları. İkincisi də əgər quru qoşunları başlasa, quru qoşunları girsə, belə olan vəziyyətdə deməli itkilər misilsiz olacaq. İndi bizim gördüklərimiz bu elə bir ki, bir jurnaldır. Çox böyük itkilər, hər iki tərəfdən itkilər, amma bir fərqi var. İranda itkilər şəhiddir, Amerikada itkilər prezidentin istifası tələb edir və sessizlik itirməsidir. Mənə elə gəlir ki, quru qoşunlarının Fars körfəzində Süveyş istiqamətinə yeridərkən Xark adasına, sonra orada Larak var, orada Əbu Musadır, bunlar hamısına qoşun yeridərkən ilk növbədə düşünmək lazımdır ki, riskləri nə qədər meyid olacaq, nə qədər əskər itirmə ehtimalımız var. Birləşmiş Ştatlarda çox sevirlər. Məsələn, Vyetnam müharibəsi olarkən oturub kafedə, çayçıda, çay içərkən, kofe içərkən tez-tez gətirib orada bugünkü müharibənin gedişatını ölənlərin siyasını yazırdılar. Bu Amerikan mədəniyyətidir. Bugün falan qədər əskər itirdi. Falan qədər əskər itirdi. Hətta o hər ailədən əskər gedirdi. Hətta o zaman kontrakt deyildi. Elə Vyetnam müharibəsindən sonra çağırış sistemini ləğv elədilər ki, seçicilər etiraz eləməsin əskərləri xaricə göndərir. Yəni demək istəyirəm, statistikanı çox sevirlər Amerikanlar. Və belə olan vəziyyətdə seçki ilində, qarşıda gələn seçki ilində Amerikan əskərini itirmək, hər bir əskəri itirmək, bəlkə 10 nəfər seçkini itirmək anlamına gəlir. Ona görə heç arzu olmazdı. Nəsə diplomatiya, kompromis, güzəştlər yolu ilə bu məsələ həll olmalıdır. Əks təqdirdə regionumuza heç nə yaxşı vəd eləmir. Bəyək siz biraz təbəssümlə qarşıladınız. Mən dedim 444 kiloqram oranı zəngiləşdirmiş olan. Ona görə bu şəhərin adını çəkdim ki, orada ən təhlükəsiz. Dedim, hardan bilirsiniz siz? Çünki ona görə bu şəhəri vursam, bu ikinci Çernobıldur. Ona görə də bu şəhərin yaxınlığında onu saxlamaq daha təhlükəsiz hesab olunur. Mən bu məntiqlə söylədim. Mən də o fikirlə razıyım. Həqiqətən də bu dəqiqə ən təhlükəsiz yer orada.